Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdəki Analar Məktəbində hamilə və yeni doğum etmiş xanımlara hamiləlik dövrü və yeni doğulan körpəyə necə qulluq edilməsi ilə bağlı ətraflı məlumatlar verilir. Südün keyfiyyəti də artır. Biz bəzən 3 saatdan birə salırlar. Məsələn, düşünürlər ki, analarımız 3 saatdan bir ana südünü versə. Perinatal mərkəzdə fəaliyyət göstərən Analar Məktəbinin təlimçi tibb bacısı olaraq deyə bilərəm ki, hamilələrə burada onların sağlam qidalanması üçün, müntəzəm yoxlanışlara gəlməsi üçün, onların doğuş psixologiyasının yaxşılaşdırılması üçün və onları narahat edən suallara cavablandırılması üçün biz fəaliyyət göstəririk və bu gün Perinatal mərkəzdə keçirilən hər bir maarifləndirici görüş hamilələrin daha özlərini, öz inamını artırır. Psixoloji tərəfdən təsirlər göstərilir ki, onlar daha sağlam övladları böyüsün, daha sağlam hamiləlik dövrü keçirsinlər. Təlimlər zamanı iştirakçılara hamiləlik dövründə sağlam həyat tərzi, düzgün qidalanma, hamiləlikdə baş verən fizioloji dəyişikliklər, doğuşa hazırlıq, doğuşdan sonraki dövr, ana südü ilə qidalanmanın üstünlükləri, yeni doğulmuşlara qulluq, peyvəndləmə və reproduktiv sağlamlıq mövzularında ətraflı məlumat verilir. Və bu təlimlərdə ən çox hamilələrin sualları, onları narahat edən suallardan biri fizioloji doğuş ya keseriyə. Biz bunları onlara necə təsir edəcəyini məlumatlandırırıq və onlar da çox doğru qəbul edir bunları. Uşağı necə qulluq eləmək lazımdır, ana südünün uşağa necə faydaları vardır. Yəni onları təlimlərdə, o məşğələlərdə hamilələrə çatdırılır və hamilələr onlara lazım olan, onları narahat edən suallara cavab tapırlar. Təlimlərdə iştirak edən hamilə qadınlar burada faydalı məlumatlar əldə etdiklərini bildirirlər. 34 həftə hamiləyəm, ilk dəfədir təlimə qoşuldum. Məni maraqlandıran suallara ətraflı cavab verildi. Bu məqsəd yanlı addım üçün təşəkkür edirəm. Bundan sonra da təlimlərə qoşulmağa çalışacağam. Təlimlər Perinatal Mərkəzin müxtəlif ixtisaslar üzrə həkimləri və digər tibb mütəxəssisləri tərəfindən interaktiv formada aparılır, iştirakçıları maraqlandıran suallar cavablandırılır. Bu da gələcək anaların bilik və bacarıqlarının artırılmasına dəstəkdir. Tərlan İbrahimova, Təhminə Babayeva, İlqar Əliyev, NTV Xəbər.